Bura Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə Asan Xidmət binasının arxasıdır. Bax, bu yataqxana, gördüyünüz bu yataqxana 85 saylı qəzalı yataqxanadır. Bax, biz bu qəzalı yataqxanada yaşayırıq. Çox bərbad halda yaşayırıq. Yataqxana uçmaq üzrədir. Yataqxana da konsula görə oxşuyur. Elə bir ki, biz də burada plenlərik, plen düşmüşük. Yataqxana da blokadaya düşübdür. Bizi buradan köçürtməmiş, gəlib buranın arxasını və önünü katlama qazıblar, bina tikmək istəyirlər. Bəs bu yataqxana uçsa buna kim cavab verəcək? Aidiyyatı olan qurumlar bizimlə heç maraqlanmır. Nə Sumqayıt şəhəri icra hakimiyyəti, nə deputatımız, heç kim maraqlanmır bizlə. Dəfələrlə prezidentə müraciət eləmişik, dəfələrlə prezidentə müraciətlər ünvanlamışıq, lakin heç bir xeyri yoxdur, heç bir xeyri olmayıb. Biz 21-ci əsrdə yaşayırıq. Belə yerdə vətəndaş yaşamaz, belə yerdə vətəndaş mı yaşayar? Bu inkişaf eləmiş Azərbaycanda, qalib Azərbaycanda vətəndaşı belə yerdə yaşadarlarmı? Belə bir bərbad halda yaşadarlarmı? Biz burada tam blokada şərətindəyik. Binanın, bu yataqxana uçmaq üzrədir. Bu yataqxana tam bərbad vəziyyətdədir. Bu qəzalı yataqxanada yaşaya bilmirik artıq. Qorxa-qorxa yaşayırıq bu yataqxanada. Yataqxana hər an uça bilər deyənə çox narahatıq. Belə yaşayış mı olar, belə həyat mı olar? Prezident dəfələrlə əmrlər edir, tapşırıqlar verir məmurlara, icra başçılarına. Gedin vətəndaşlarla maraqlanın, gedin vətəndaşların xidmətində durun, gedin vətəndaşların problemlərini həll edin. Lakin bizim problemlərimizi heç kim həll eləmir. Bizim problemlərimiz heç kimin vecinə deyil. Görəsən bu nə qədər davam edəcək, nə vaxta qədər belə bərbad halda yaşayacağıq? Burada mən bir daha da cənab prezident sizə müraciət edirəm. Bizə kömək eləyin, bizi bu acınacaqlı vəziyyətdən xilas eləyin. Biz burada qorxa-qorxa yaşayırıq, tam bərbad vəziyyətdəyik. Bizimlə və problemimizlə heç bir qurum maraqlanmır, heç bir qurumun vecinə deyil. Bu yataqxana uçmaq üzrədir. Biz bundan sonra dərdimizi kimə deyək, daha kimlə kömək diləyək, daha kimlə kömək istəyək? Xahiş edirik, cənab prezident, bizə kömək eləyin, bizi bu blokadadan xilas eləyin. Tam bərbad halda yaşayırıq. Bu yaşadığımız bu yataqxananın arxa və ön hissəsini katlavan qazıblar. Yaşadığımız bu yataqxana da qalıb ortada, iki katlavanın ortasında. Çox bərbad vəziyyətdəyik. Bu yataqxana uçmaq üzrədir. Cənab prezident, bizə kömək eləyin. Bizim problemimizi həll olunmasında əmr verin əlaqədar qurumlara, icra hakimiyyətinə, aidiyyatı olan qurumlara. Xahiş edirəm, özünüz kömək eləyin, bizə özünüz kömək eləyin. Çox acınacaqlı durumdayıq və buranın panelləri, bütün hər yer çürüyüb, partlayıb, bura dağılır, bərbad haldadır, hər an uça bilər.